Azərbaycanda insan haqlarının durumu son bir ildə kəskin şəkildə pisləşib. Bunu Amnesty International Beynəlxalq İnsan Hüquqları Qurumu aprelin 29-da açıqladığı hesabatında bildirir. Təşkilat deyir ki, 2024-cü ildə Azərbaycanda dinc etirazların qarşısı alınıb, işgəncə və pis rəftar halları artıb. Bundan əlavə sonuncu növbədən kənar prezident seçkiləri rəqabətli mühitdə keçməyib, müşahidəçilərə maneə yaradılıb. Hesabatda o da qeyd olunur ki, həbsdə olan fəallara, hüquq müdafiəçilərinə, jurnalistlərə qarşı əlavə ittihamlar irəli sürülüb. Onlara həbsxanada adekvat tibbi yardım göstərilməyib. Hüquq müdafiəçisi Fuad Həsənov deyir ki, hakimiyyət son illərdə müstəqil jurnalistləri, fəalları, hüquq müdafiəçilərini cəzalandırmaqla qalmayıb, beynəlxalq təşkilatlarla da münasibətlərdə durğunluq yaradıb. Azərbaycan OGP-dən, yəni açıq hökumət təşəbbüsündən də kənarda qalıb, oranı da tərk edib. O status orada yendirilmişdi. Yəni Azərbaycana yenə də müəyyən öhdəlikləri yerinə yetirmək üçün korreksiya hərəkətləri, davranışları göstərmək üçün vaxt verilmişdi, amma onların heç biri baş vermədi. Avropa təşkilatları ilə bağlı, Avropa Şurasındakı davranışlarla bağlı Azərbaycan seçkilərdə əməkdaşlığı dayandırdı. Onu daha çox çalışdı ki, artıq uzun müddətdir Azərbaycanda ofisi bağlanmış ATƏT-i bu işə yenidən cəlb eləsin və ATƏT-i keçən seçkilərdə son növbədən kənar parlament seçkilərində müşahidəçi qismində dəvət elədi ki, amma Avropa Şurası kənarda qoyuldu. CPT ilə dediyim kimi əməkdaşlıqdan imtina edildi. Azərbaycan rəhbərliyi isə insan hüquqlarının durumu ilə bağlı tənqidləri qəbul etmir. Prezident İlham Əliyev bu il aprelin əvvəlində bildirdi ki, USAID, Human Rights Watch, Amnesty International, Transparency International kimi beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə qarşı qarayaxma ilə məşğuldurlar. Amnesty International'ın hesabatında Azərbaycanın Avropa Şurası ilə bağlı münasibətlərindən də yazılıb. Bildirilib ki, Azərbaycan hökuməti beynəlxalq hökumətlərarası qurumlarla vətəndaş cəmiyyəti, o cümlədən insan haqları mexanizmlərinə fokuslanan təşkilatlarla əməkdaşlıqdan imtina eləyib. Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyasından çıxmaqla hədələyib. Hüquq müdafiəçisi Fuad Həsənov isə xatırladır ki, Avropa Şurasında üzvlüklə bağlı Azərbaycanın qanuni öhdəlikləri var. Üzvlüklə bağlı götürülən öhdəliklərə görə Azərbaycanın qanuni öhdəlikləri var. Yəni onun bütün müvafiq qurumları ilə sıx əməkdaşlıq eləməlidir. Yəni məhdudiyyətsiz əməkdaşlıq eləməlidir. Məsələn, İşgəncələr əleyhinə komitə ilə əməkdaşlıq eləməlidir. Onların səfərlərinin təşkilinə icazə verməlidir ki, onların Azərbaycanda penitensiar və saxlama müəssisələrinə səfərinin aydın şəkildə, açıq şəkildə baş verməsini tarazlamalıdır, yəni buna imkan yaratmalıdır. Azərbaycan rəsmiləri hələ ki Amnesty International'ın hesabatına münasibət bildirməyiblər. Amma illərdir ki, Azərbaycanın beynəlxalq insan haqları reytinqlərində yeri dəyişməz qalır. Fundamental insan hüquq və azadlıqlarının pozulduğu əksər hesabatlarda yer alır. Bu arada Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı da Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırıb.